Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyikel fərəc. Məkasib kitabında yalan bölümündən 3-cü dərsi oxuyuruq. Və keçən dərsimizdə bu məsələyə toxunuldu ki, mərhum Şeyx Murtəza Ənsari buyurdu, görən yalan danışmaq günah-ı kəbirədəndir, yoxsa günah-ı səğirədəndir? Buyurdu, yalan danışmaq elə günah-ı kəbirədir. Günah-ı səğirə deyil. Və lakin bəzi rivayətlərdə var ki, günah-ı səğirə və kəbirə olmağı. Və o rivayətlər bizə bunu çatdırır ki, yox, yalan danışmağın günah-ı kəbirəsi var, yox və səğirəsi var. Məsələn, keçən dərsimizdə rivayətlərdən biri oxuduq. İmam Sadiq əleyhissalamdan nəql olundu ki, Həzrət buyurdu, İnnəl kizbə ələllah və rəsulihi minəl kəbair. Allah və Peyğəmbərin dilindən yalan danışmaq böyük günahlardandır. Bəs belə rivayətləri biz nə cür məna eləyək? Bax, burada rivayət artıq bildirdi ki, yox, bəzi yerdə günah-ı kəbirədir, bəzi yerdə günah-ı səğirədir. Məsələn, bu rivayət deyir ki, bəli, burada günah-ı kəbirədir. Və sonra da mərhum Şeyx Murtəza Ənsari buyurdu, mümkündür, biz bunu həml eləyək o surətə ki, buradakı kəbirə deyir, minəl kəbair, bu şiddəti bildirir. Yəni, Allah və Peyğəmbərin dilindən yalan danışmaq daha şiddətli günahdır. Çünki bu mənada həml eləməsək, onda o rivayətləri ki, qabaqda oxumuşuq mütləq şəkildə kizb, yalan, günahdır, onda onlara təqyid vurmuş oluruq bu rivayətlə. Yəni, onlar mütləq olur, bu olur müqəyyət. Onun üçün mərhum Şeyx buyurur ki, o rivayətlər ki, mütləq şəkildə yalan danışmağı haram bilir və günah bilir, da səğirə, kəbirəyə bölümür. Burada da gərək bu cür rivayətləri biz həml eləyək şiddətə, həml eləyək o günahın daha şiddətli olmağına. Onda o qabaqdakı rivayətlər də itlaqından çıxmaz. Ona görə buyurur, və ləəlləhaza oğla min təqyidil mutlaqatil mütəqəddimə. Əgər bu rivayəti həml eləsək şədidətül əziməyə, onda qabaqdakı mütləq rivayətlər təqyid tapmaz, itlaqında da qalacaqlar. Növbəti rivayətimiz ki, o rivayətdən anlaşılır ki, yalan danışmağın kəbirəsi var və səğirəsi var. Və fi mursələti Seyf ibni Umayrət ibni Umayrət ən Əbi Cəfər əleyhissalam. Və eyni zamanda bu ravinin də bir mursəl rivayəti var İmam Baqir əleyhissalamdan. Qalə kana Ali ibn el-Huseyn əleyhimussalam yəqul levoldihi. Bu buyurur ki, İmam Baqir əleyhissalam buyurdu, İmam Ali ibn el-Huseyn, yəni İmam Səccad əleyhissalam öz övladlarına belə buyurdu. Ettəqul
ittaqul kizbə səğirə minhu vel kəbir fi kulli ciddin və həzlin. İmam Səccad aleyhissalam buyurdu övladlarına, siz özünüzü yalandan qoruyun. İstəyir o yalan səğirə olsun, kiçik günah olsun, vel kəbir ya böyük günah olsun. Ciddi olsun ya zarafatca olsun. Fəinnər rəcul izə kəzibə fissəğir. Çünki bir kişi ki yalan danışdı səğirdə, yəni küçük yalanda, İctərə aləl kəbir. Bu elə böyük yalana da, böyük günah-ı kəbirəyə də cürət eləyər. İlə axiril xəbər. Yəni rivayətin sonu. Bəs bu rivayət nəyi bizə çatdırır? Bu rivayət də çatdırır ki, bəs yalan danışmağın səğirəsi varmış, kəbirəsi var. Çünki Həzrət burada ittəqul kizbə səğirə minhu vel kəbir. Bəs bu rivayətdə görürük ki, yalan danışmağı iki yerə böldü. Səğirə və kəbirə. Və yustəfadu minhu ənə izəməl kizb bi etibari ma yetərəttəb aleyhi minəl məfasid. Bu rivayətdən bu da istifadə olundu ki, kizbin, yəni o yalan ki, o böyük yalan hesablanır, o etibarındandır ki, orada fəsad nə qədər mütərəttib olur. Çünki bəzən yalana fəsad mütərəttib olur, bəzən olmur. Biz keçən dərslərimizdə oxumuşuq. Məsələn, bir nəfər zarafatca yalan danışırsa, burada fəsad yoxdur. Amma bir dəfə də insan yalan danışır, burada fəsad var. Məsələn, burada Həzrət göstərdi, burada fəinnər rəcul izə kəzibə fissəğir, ictərə aləl kəbir. Burada fəsad bildirdi. Yəni, bir kişi əgər kiçik bir yalan danışsa, bu elə böyük yalana da cürət eləyəcək. Burada fəsad burada nədir? Böyük günaha belə deyək, cürət eləmək. Bəs bu istifadə olunur ki, və yustəfadu minhu ənə izəməl kizb, yalanın burada böyük günah olmaqlığı bi etibari ma, bu etibarlandır ki, yətərəttəb aleyhi minəl məfasid. O fəsad gəlib burada mütərəttib olur. Bəs bu rivayətdə də belə çıxdı ki, səğirə var və kəbirə var. Və fi səhihəti İbn-i Həccac və eyni zamanda İbn-i Həccacın səhihə rivayətində gəlibdir ki, qultu li Əbi Əbdillah aleyhissalam ki, mən İmam Sadiq aleyhissalama dedim, Əl-Kəzzabu huvəlləzi yəqsibu fişşey. Deyir, Həzrətdən sual elədim. Yalancı o adama deyərlər ki, o hər hansı bir şeydə yalan danışsın. Qalə la. Həzrət buyurdu, xeyr. Ona yalancı deməzlər. Ma min əhədin illa yəkunə zalikə minhu. Həzrət buyurdu ki, ümumiyyətlə bir adam yoxdur ki, ondan yalan baş verməsin. Hər hansı bir şeydə bir yalan deməsin. Yəni, yalan deyir insan. Və lakin ona yalancı deməzlər. Çünki insan ya zarafata, ya bilmərəkdən, axır ki, dilindən bir yalan çıxır. Ona Həzrət işarə edir ki, ma min əhədin illa yəkunə zalikə minhu. Elə bir adam yoxdur ki, onun dilindən bir yalan çıxmasın. Ona yalancı deməzlər. Və lakinnəl mutavvi'u aləl kizb. Yalancı o şəxsə deyərlər ki, o kizbə, yalana israr eləyə. Yəni, həmişə yalan danışa. Buna deyərlər ki, kəzzab. Amma təsadüfən indi bir kəlmə sözündən zarafat ya qeyri zarafat bir söz çıxdı, yalan oldu, ona yalancı deməzlər. Amma o ki, yalana israr eləyir, həmişə yalan danışır,
ona yalançı deyərlər. Fəinnə qovləhu, pəs həzrətin bu sözü ki, ma min əhədin illa yakuna zalikə minhu, elə bir adam yoxdur ki, onun dilindən bir yalan çıxmasın. Bu sözü yadullu əla ennəl kizbə minəlləmməməlləti təsturu min kulli əhədin la minəl kəbair. Bəs buna dəlalət edir ki, yalan o günah-ı səğirələrdəndir ki, təsturu min kulli əhədin. Ləmməmə, yəni səğirə, yəni kiçik günah. Yəni kiçik günahlardandır ki, hər bir adamdan baş verir. La minəl kəbair. O böyük günahlardan hesablanmır. Bəs bu rivayətdə yetirdi ki, bəs burada böyük günah var, bir də kiçik günah var. Növbəti rivayətimiz. Və anil harisil əvər ən Əli əleyhissalam, bu şəxslər rivayət edir İmam Əli əleyhissalamdan. Qalə, la yəsləhu minəl kizb ciddun və la həzrun. Həzrət buyurdu ki, müsəlmana səlah deyir, icazəli deyir ki, o istəyir ciddi olsun, istəyir zarafat olsun, yalan danışsın. Və la yəudənnə əhədəkum səbiyyəhu sümmə la yəfiləh. Və Həzrət buyurdu ki, sizin heç biriniz öz övladınıza, öz uşağınıza vədə verib ki, ona əməl eləməyəsiz, belə iş görməyin. Uşaqdır, deyəsən elə burada vədə verim, filan şeyi alacağım sənin üçün, sonra da niyyətim bu ola ki, almayacağım. Bu işi eləməyin, bu yalandır. İnnəl kizbə yəhdi iləl fucur. Çünki yalanı danışdın, o səni fucura aparacaq, pis şeylərin dalıca aparacaq. Vəl fucur yəhdi ilən nar. Pis şeylər də səni cəhənnəmə tərəf aparacaq. Və ma zalə əhədəkum yəksib hətta yuqal. Və Həzrət buyurdu ki, sizdən biriniz əgər bir dənə yalan danışsa, ona deyilər kəzibə və fəcrə. Deyərlər, o yalan danışdı və pis iş gördü. İlə axirəl xəbər. Ta rivayətin sonuna qədər. Bəs burada da Həzrət buyurdu, bəli, və feyhi əyzən işarun və ənnə mücərrədəl kisb leysə fucurən. Bəs burada da Həzrət buna işarə elədi ki, tək bir dənə yalan danışmaq fucur deyil. Bəlkə fucura, pis şeylərə insanı aparır. Yəni, yalan səbəb olur insanı pis şeylərə aparmağa. Bəs əgər günah tək sırf günah-ı kəbirə olsaydı, onda belə deyilməzdi. Və qovluhu və Həzrətin bu qovlu və la yəiddənnə əhədukum səbiyyəhu sümmə la yəfilə. Həzrət ki, bu kəlməni buyurdu, övladlarınıza söz verməyin, vədə verməyin ki, nəzərinizdə də tutun, mən bunu eləməyəcəm. Labuddə ən yurad minhu ən-nəhyu ənil vəd. Məqsəd budur ki, yəni siz belə bir vədə verməyin, nəhy olunur belə bir vədədən. Mə izmari ədəmul vəfa. Vədəni verməyin, bəs ki, məqsədiniz də bu ola ki, mə izmar, yəni qəlbində də saxlayasan ki, ədəmul vəfa. Yəni uşağa deyirsən və qəlbində də tutursan ki, bu işi görmərəm. Və huvəl murad zahirən bi qovlihi ta'ala. Elə Allahın da nəzəri budur bu ayədə ki, Həzrət Allah buyurur, Bismillah, kəburə məqdən indəllah ən təqulu ma la təfəlun. Allahın yanında nə pisdir o vədə ki, sən deyəsən və ona əməl eləməyəsən. Burada da uşağa deyirsən ki, mən filan şeyi sənə alacağam, amma niyyətində də qoyursan ki, bunu almayacağam. İmam buyurdu, belə iş görməyin. Bəs bu rivayətdən də belə çıxır ki, yalan danışmaq, bəli, fucura aparacaq. Yalan danışmaq, çünki fucur, pis işlər böyük günahdır. Bəs bu da fucura apardığı üçün səbəb olur nəyə? Böyük günahlara. Bəs deməli, yalan danışmaq böyük günahdır. Yəni, bir rivayətdə, bir yerdə görürsən ki, günahın böyüklüyü sabit olur. Digər rivayətdə kiçikliyi sabit olur. Hələ mərhum şeyx bu rivayətləri oxuyur. Bu barədə inşallah
nəticəni alarıq. Elhamdülillahi Rabbil aləmin.